Aşura gecəsi Məhərrəm ayı gəlir də, bu eşqin zirvəsidir, təqvanın zirvəsidir. Aşura gecəsi. Bir yerə gəlir, çatır ki, İmam Hüseyin azad edir onları. Azad edir. Azad edir, deyir ki, getmə izni verirəm sizə. Özü dəlil gətirir, tutarlı dəlil. Dəlillə danışır ki, deyir ki, ona görə ki, dünənəcən əmr bir məruf edirdiniz, bitdi. Dünənəcən mübarizə aparırdınız, bitdi. İmamı qoruyurdunuz, bitdi. Siz olsuz olmasız məni öldürəcəklər, bilin. Dəlillər verir onların əlinə, getmək dəlili. Getmək dəlili verir. Daha vacib deyil qalmağınız. İstəyirsiniz, gedin deyəndə od düşür canlarına. Od düşür canlarına. Hamısı ağlayır orada. Ağlayır, nalələri ucalır hamısının. Ki Allah, sərvərimiz lütfünü kəsir bizdən, bizi sərbəst buraxır. Bizə deyir, gedin. Əmr eləmir, gedin. İzin verir, gedin. Hələ bunlar dəli olurlar. İzin verir. Bundan da kifayətlənmir. İstədi ki, bilsinlər İmam Hüseyin, istədi ki, bilsinlər ki, ciddidir. Sözümdə ciddiyəm, o necə bildirdi? Yəni, belə söz xatirinə demirəm, amma ciddiyəm, necə bildirdi? Əbəlfəz ağa idi, sənəm, sənə də aiddir. Görün, nə iş görürlər orada. Əbəlfəz ağa dedi ki, sənə də aiddir bu. Sənə də aiddir da, məsələ ciddidir. Məsələ ciddidir, həm də dedi ki, yəqin ki, əbd olmağın dərsini ver bunlara. Bunun içində bu da gizlənirdi. Əbəlfəz sənə də aiddir, həm məsələ çox ciddidir. Hüseyin Əbəlfəzə deyir, get, həm də içində bir şey gizlənib ki, Əbəlfəz dur göstər də ki, əbd olmaq nədir, bəndə olmaq nədir? Durdu, ayağa danışdı, dedi ki, səndən sonra nəfəs alaq, səndən sonra var olaq, sən olmayasan biz yaşayaq, dünya başımıza fırlanmaz, necə yaşayaq? Səni qoyaq gedək, sonra nəfəs alaq, sənsiz necə var olaq, necə yaşayaq? Durdu bunu dedi, hamısı da ağladılar, eyni sözü təkrar elədilər. Gördülər ki, ağanın razılıq əlaməti gəldi üzünə və dedi ki, kim istəyirsə, qalmaq istəyirsinizsə qalın. Qalmaq istəyirsinizsə qalın, yəni Mövlanın ixtiyarında qaldıq. O azadlığı istəmirlər ki, zillət gətirəcək, bəndəlikdən çıxardacaq. Azadlığı istəmirlər. Onun adı azadlıqdır, o zillətdir, rəzillikdir, ən böyük əsirlikdir.